Sabahınız xeyirli olsun. Vaxtilə Azərbaycanın suveren ərazilərində qondarma rejim yaradaraq dırnaqarası orada müxtəlif vəzifələr tutaraq ölkəmizə və xalqımıza qarşı çoxsaylı cinayətlər törədən Aray Kartunyan və digərləri bugün də məhkəmə qarşısındadır. Bir neçə dəqiqədən sonra Bakı məhkəmə kompleksində hərbi məhkəmənin hakimlərindən ibarət heyətdə təqsirləndirilən 15 nəfərin barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesinin növbəti baxış iclası başlayacaq. Hazırda isə hazırlıq mərhələsi aparılı iclasla bağlı zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri tədricən məhkəmənin prosesinin keçirildiyi Bakı məhkəmə kompleksinin inzibati binasına tədricən daxil edirlər və məlum olur ki, bugünkü görüntülərdən də ki, bugünkü iclasda da çoxsaylı zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri iştirak edəcəklər. İlkin məlumatlar ondan ibarətdir ki, bugünkü iclasda da iş üzrə keçən çoxsaylı sənədlərin elan olunması davam etdiriləcək. Onlar əsasən hadisə yerinə baxış protokolları, məhkəmə tibbi ekspertiza rəyləri, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin, şahidlərin, zərərçəkmişlərin verdikləri ifadələrdir və eyni zamanda prosesdə iş üzrə keçən çoxsaylı fotomateriallar, video materiallar var ki, onlar da prosesdə nümayiş etdirilir. Hazırki mərhələdə 44 günlük vətən müharibəsi dövründə və ondan sonraki müddətdə Azərbaycana və ölkəmizə və xalqımıza qarşı törədilmiş çoxsaylı cinayətlər üzrə iş üzrə keçən çoxsaylı sənədlər elan olunur. Qeyd edək ki, proses açıq keçirilir. Təqsirləndirilən şəxslərin hər biri 2 müdafiəçi ilə təmin olunub. Onlar məhkəmə prosesində həm də müxtəlif vəsadətlərlə çıxış edirlər, həm özləri, həm də onların müdafiəçiləri müxtəlif vəsadətlərlə çıxış edirlər. Təbii ki, qanun hüquq çərçivəsində olan vəsadətləri təmin olunur. Eyni zamanda məhkəmə prosesində zərərçəkmişlərin hüquqlarını da müdafiə edən nümayəndələr əyləşirlər. Hazırki mərhələyə məlumatlarımız, hazırki dəqiqə olan məlumatlarımız bunlardır və biz xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacağıq. Bu dəqiqələrə isə Bakı məhkəmə kompleksindən çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiya ötürürük.